Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar, əziz millətim. Yenidən sizinlə Qopuz TV-də görüşürük. Demək, biz bu günləri hansı mövzu ilə biz danışacağıq? Demək, bu son zamanlar bu Sabirabad, Biləsuvar ən çox, digər rayonlarda, amma Sabirabad, Biləsuvar rayonlarından baxıcılar, cadugarlarla bağlı çox şikayətlər gəlir və çox tədbirlərdə, məclislərdə oluruq. Bununla bağlı çox şeylər eşidirik. Və bilirsiniz də ki, bu cadugarlıq, bu falçılıq, baxıcılıq, nə bilim, hərə bir sözdür, nə boyda evlər dağıdırlar. Demək, mənə bir nəfər danışdı ki, demək, Sabirabadda belə bir şey olub. Gəlin gedir ki, qadın gedir baxıcının yanına ki, mən yoldaşım evə gec gəlir, nə bilim filan eləyir, bəs məkan eləyir, evə nəzarəti azaldıb tamamilə bizə, ailəsinə. Baxıcı da deyir ki, mən səni çağırıb tapacam, mənə 50 manat pul ver, sən dua yazacam. Neyse, bu duanı buna yazır, bu gedir görür ki, yenə də həmin şey davam eləyir. Bu təzədən qayıdır gəlir, yenə bu baxıcının, falçının yanına, deyir, bəs axı sən mənə dua yazdın, dedin 3 gün müddətindən sonra sən artıq başlayacaqsan hiss eləməyə, yoldaşının sizə münasibətinin yaxşılaşmağına, amma yenə heç bir şey yaxşılaşmayıb. Bəs bu necə olacaq filan? Buna deyib ki, sizdə bir nəfər var evinizdə, sizə problem yaradan budur. Demək, kimdir bu adam, kimdir demir. Axırda buna deyir ki, get 50 manatda gətir, mən sənə deyəcəm kimdir də bu. Bu gedir bunun 50 manatını da alır, alandan sonra buna deyir ki, sən qaynanındır. Demək, qadın qayıdır evə, qaynana ilə dava, şava, başlayır aralarında çox böyük problemlər yaşamağa, yoldaşı da gəlir evə, uzun sözün qısası bunu da evdən yoldaşı qovur və boşanırlar. Bu adam da mənə deyir ki, belə hal Sabirabadda bəlkə mən dedi, bildiyim 6-7 dənə belə bir şey olub. Və Biləsuvarda da həmin bu tip məsələlər bu formada dəfələrlə olub orada, onu da mənə məlumatı veriblər. İndi mən də o ad vermək istəmirəm, gedib kimlərin arasında qırğın dava düşsün, amma deyirəm belə, bunu bütün əhali də bilir, xalq da bilir. Demək, Sabirabadda xüsusilə ən böyük, hər yerdə var ha, respublikada. Ümumiyyətlə, Sabirabad, mənim bu dəqiqə müzakirə predmetim Sabirabad deyil. Bütün Azərbaycandakı vəziyyətdə hal-hazırda. Amma Sabirabaddan daha çox, xüsusilə Sabirabaddan daha çox bununla bağlı bizə məlumatlar gəlib çatır. Mən buradan müraciət eləmək istəyirəm, ilk növbədə, bu dövlət orqanlarının saxlayırıq hələ, sonra deyəcəm. İlk növbədə əhaliyə, yəni siz, ay əhali, ay mənim gözəl xalqım, biz türkük. Bizim atalarımız, babalarımız var. Biz döyüşkən bir xalqıq. Bizim üçün belə axmaq-axmaq, gic-gic şeylər qəbul edilməzdir. Çünki bu fırıldaqçıların kökü heç yerə bağlanmır. Yəni ki, bir normal insan necə digər bir insanın gələcəyini deyə bilər, keçmişini deyə bilər. Hə, şablon cümlələr var. Şablon şeylər var. Məsələn, indi baxırsan ki, TikTokda həkimlər var ki, deyir ki, kimdə köp var, mədə yandırması var, kimdə qəbizlik var, nə bilim, kimdə baxırsan ki, ümumi hər kəsdə olan şeylərdir, bu bunu deyir. Gəlsin bizim yanımıza müalicəlik. Demək, həmin bu falçılarda da ümumi bir şey var. Baxır sifətə, cümlələri işlətdikcə sənin sifətin mimikasına baxır. Mimikasına baxdıqca davam edir. Görür, mimika başqa cürədir. Orada saxlayır, keçir başqa şeyə. Bu dələduzların
variantları. İndi məsələ də ondadır ki, məsələ ondadır. Sizin savadınız, dünya görüşünüz, təhsiliniz gör nə qədər aşağıdır ki sizdə bu problem. Gör nə qədər aşağıdır ki, siz bunu başa düşə bilmirsiniz ki, bunlar sizi aldadır. Bunun sizi aldattığını başa düşə bilmirsiniz. Necə ola bilər ki, gedib sən deyirsən ki, mənə dua yaz. Mənim oğlum niyə instituta girə bilmir? Bu da deyir ki, sən oğlun yaxşı oxuyurdu, sonralar nəsə başqalarına qoşuldu. Baxırsan ki, ümumi sözdür, bu düzdür. Pulu da verirsən, sonra bir digər də pul verirsən ki, buna dua yaz, bu instituta girsin. Ay axmaq insan, ay axmaq insan. Bax, deyək ki, sən başın ağrıyır. 100 dəfə dua oxu, o baş ağrını kəsməyəcək. Kim inanmırsa, baxsın, eləsin. Bir dənə aspirinat kəsəcək də. Yəni, sən gör nə qədər hansı həddəsiz ki, sizin ağıl, düşüncə səviyyəsi 21-ci əsrdir, Azərbaycan kimi bu inkişaf etmiş bir ölkədə yaşayırsınız, hər tərəfli. Sizi bu məhfumata, sizi bu biabırçılığa sürükləyən nədir? Hansı əqidənin daşıyıcılarısınız ki siz? Mənim müdürümün dilin ağzını bağla, biləsulardan biri dedi. Müdürümün dilin ağzını bağla ki, mənə vəzifə versin orada. Gör, bunlar nə qədər axmaq insanlar. İndi keçək bu biri tərəfə ki, orada insanlar mənədir ki, niyə görə bununla bağlı hüquq mühafizə orqanları məşğul olunur. Mən onları başa saldım ki, hüquq mühafizə orqanları bu dələduzluqdur. Bu insanları aldadıb, əlindən pulunu almaqdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi var, dələduzluq. Orada 500 manatdan yuxarı pul aldadılıb alanda məsuliyyət daşıyır, məsuliyyət var. 500 manatdan aşağı məsuliyyət yoxdur. Bu adamlarda aldığı pul 50 manat, 100 manatdır. Elə mollalar var ki, məsələn, hərbi komissar tanıyırdım mən ki, hərbi komissar. Gedirdi, Biləsuvarda mən eşitmişdim. Dua yazdırırdı, 1000 manat, 2000 manat pul verirdi. Baxın, sosial şəbəkələrdə açıq-aşkar kart açırlar, nə bilim mən, gəl səni belə eləyim, mən kartıma bu qədər plat, gecə saat 12-dən sonra başlayırlar hamısı. Bunlara nəzarət eləmək lazımdır. Əgər bizim bu millətə hər şeyi, bu millət çox qəribə bir şey var, hər şeyi hökumətdən, dövlətdən tələb edirsiniz. Ay qardaş, ay bacı, sən ağlın yoxdursa, sənin başın çatmırsa, həyətindən hinduşkanı satıb, aparıb verirsən bir dələduzun birinə ki, dua yaz mənim uşağım olsun. Ona hökumət neynəsin? Neynəsin? Sənin özün ağlın yoxdur da. Hökumətin bir şeyi var. Bunları dağıtmaq, bunlarla mübarizə aparıb, bunları qanunvericilik çərçivəsində bunları yığışdırmaq lazımdır və ölkə ictimaiyyətinin nümayəndələri olaraq şəxsən mən özüm çox xahiş edirəm hüquq mühafizə orqanlarının rəhbərlərindən ki, bu caduçuluqdur, bu mövhumatdır, bununla məşğul olan insanlara xüsusi bir məsuliyyət yaransın bunlar üçün, bunlar cəlb olunsun ona. Yəni dələduzluq kimi deyil, başqa bir. Çünki dələduzluq maddəsinə bunlar məsuliyyətə düşmürlər. Digər maddələrlə və yaxud da ki, Cinayət Məcəlləsində bir dəyişiklik olsun, bunların əməllərinə bir maddə tövsif olunsun orada ki, bunlar ya cərmələnsinlər, ya inzibati qaydada, ya azadlıqdan məhrum etməklə bağlı. Axır ki, bunlara bir cəza olmalıdır. Bu məhfumata, bu insanları bu avamçılığa, insanları bu nətərdim, elə bilmirəm hansı termin tapım ki, yüngül termin deyəcəm, özüm rahatlaşmayacam.
ağır terminlərdən istifadə edəcəm, kimlərsə inciyəcək məndən. Yəni bu belə baxanda bu səviyyəsizlikdir, bu özünə hörmət eləyən adam gedib hansısa 75-80 yaşında qadına deməz ki, ala bu 1000 manatı, mənə bir dənə dua yaz, mən gedim doğum uşağım olsun. Yəni bunu heç bir ağlı başında olan adam olmaz. Biz indi qopuz media olaraq, bizim indi əməkdaşlarımız var. Bununla bağlı biz monitoringlər aparacaq. Yəni bunların qarşımıza çıxan siyahıları da, əldə etdiyimiz məlumatları da sizə açıqlayacaq burada. İndi əgər sizdən tələbat gəlsə, sizdən tələbat gəlsə ki, bu cadugarların siyasi nətər oldu, monitoringlər nətər oldu, maraqlı olsa sizin için, biz onun sizə cavabını verəcəyik. Yəni bir açıqlama verəcəyik burada. Amma hər şeydən öncə mən sizdən, öz xalqımdan xahiş edirəm ki, biraz yaxşı-yaxşı fikirləşin. Biraz o cadugarların yanına gedənlər ən azından bir dəqiqə sakit otaqda fikirləşin, düşünün ki, sən nə qarısan. Siz kimdən nə istəyirsiniz? Heç olmasa bu Allah'tan isteyin de, bu istemeydirsə bu Allah'tan, bu yaradandan isteyin de. Sizin istəyiniz tamamilə başqa bir şeydir. Çox belə eyni zamanda da bu gələcəyə sizin ziyan vurur, evlatlarınıza da, hamısı da baxıb görürlər ki, siz nə qədər nə axmaq insansınız və o yollarda gedirlər. Əziz dostlar, çox sağ olun, gecəniz xeyrə qalsın. Tanrı Türkü qorusun, Tanrı Azərbaycan qorusun.